Yeksta ara, yeksta. Ara ne ekstra? Deyirlər 7-8 zabit gəlir. Vay. Ara gəlirlər indi. Transmeri. Ara, Yerevanı Koçernik. Ara biz elə bil əskər deyilik. Biz Yerevanın vuran ürəyi, vuran əli. Deyirəm bəlkə bizi Avoda tanıyır, ha? Ara, deyirəm bəlkə bir iki güllə ataq. Elə bilərlər yatmışıq burada. Gel bura. Buralar tertemiz olmalıdır. Ağzının içi kimi. Başa düştün asker. Başa düştün. Gel. Senin ulan yatırsan ha? Yatmıştın. Yatırsan ha? Eyvah. Yatmağına zadına bak. Hiç kes yatmasın. Başa düştün hiç kes yatmasın. İbad, bilirəm. Bu çox çətin əməliyyat. Müharibədə asan iş olmur qardaş. Əgər oranı dağıda bilsən, bütün ordunu ölümdən qurtarmış olarsan. Həm də ki o kəndlər bizim postları vurur. Dediyim bütün postların hamısını alıb qayıdacam. İnşallah. İmkan daxilində sən kəndə girmə. Koordinatları bizə ver. Deyirsən mənim oxuduğum, böyüdüyüm kənddə erməni gəlib məni öldürə biləcək. İbad, sən bizə lazımsan. Sənə böyük qardaş kimi yox, komandir kimi əmr edirəm. Başa düşdün? Çalışaram salamat qayıdım. Amma sən ananın atama demə döyüşə getdiyim yaxşı. Çalışaram. Qoy narahat olmasınlar. Çalışaram. Allah'a emanet ol. Allah'a emanet.
Vay 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 vay. Türk şambur tüner. İt köpek uşağı. Haydi ayır bunları. Ayırın it uşaqlarını. Ayır. İt köpek uşağı. Türk şamortine. Zerdiraç. Ana bırakma beni yalvarırım. Ana yok. Yok ne olur. Ayır bakalım. Ayır bunları. Ana yalvarırım. Ya işte. Арацет Катри! Шарлакот! Babot! Akbercan bak, burada yararsızlar var. Ama yararlılar da çok. Ha baba. Avo yaman sevinece yara. Gör burada ne kadar pul var. Uşaqlara baktın. Ha baktım uşaqlar oh əla. Bunlardan çox gətir. Çoxlu pulumuz olacaq. Akbercan pul. Ara ben muharebeni çok sevirem muharebeni. Muharebe kazandırır. Muharebe pul getirir. Muharebe adamı şok oluyor. Ara şok. Pul şabar. Arkadaş Şabarlara şabar. Bak herkesi xişədə. Arkadaş istayı. Bak herkesi xişədə. Qarğa çıqan yəxsəcən. Ara. Haydi kal. Günə. Bu leşi buna reddele. Kalanlar da par içeri. Yaxşı ben gittim. Davay Akbercan. Arra. Anışıkcan. Aycan. O mesele nə yerdədir? Hər şey yerindəmi? Ara. Ayıp sözdü ciğer. Soğuttanı modo kez. Salerroveli. Bax gör necədir vəziyyət. Yoxla bir. Çıqal. Avun Çibadaş xanım? Ara diyesen yerinde yoktu. Ya. Vah. Çibadaş. Yəqin yine postları gəzir. Alo. Götürdü. Bari vaq Bercan. Av hoca. Benim sana bir şart haberim var. Ana, benim uşaqlarım Əmrallardaki postu götürdü. Hiç bilirsən kənddən nə qədər mal gətiriblər? Elva, mən oraya əlavə qüvvə də göndərəcəm. Oranı bırakmak olmaz. Ohanya nerededir? Alo. Eşidirsen. Ha buradadır. Vah, vah. Sağlıktanım Avocan. Akbercan, von ses, madakkiz. Kulak az. Hamı salamattı. Hamı salamattır. Aya bəziləri öküz kimi. Narahat olma. Uşaqlar da çoxdur. Uşaqlar, Avocan uşaqlar. Yaxşı, yaxşı.
Sen onları ne vakte hazırlayabilirsen? Uşaqlar çox da hocam. Bir həftəyə. Ha. Yok. Bir hafta çok geçti. Uzağı 3 gün onları hazırlamak lazımdı. Cemaat mal gözleyir. 3 gün. 3 günden artık olmaz. Yatma işini gör. Oldu Akbercan. Hadi. Kıp değil o. Hadi kom yere. Hadi. Ha, bu ne ter adam? Ha, ne insafsız adamlar. Ha. Vay. Hadi. Değil kes doğru gönder. Gönder daha. Hadi ben insan değilim. Bana dincelmek lazım değil. Bana ne değil? Değil ki. Yatma. Ara yatma diyor yatma da. Vay. Ara ne kadar tez kesip göndersen pulumuz bir o kadar tez gelir. Vah. Ara. Ben askerlerden 3-4 nefer veririm sana kömək eləyər. Ara. Götür vurak. Kefel ara kefele. Sağ ol Akbercan. Ara artsağı genatsı. Abri artsaq. Abri met hayastanı. Oh. Can Can Akbercan can. Eşidin. Bunlar düşərgələrini bura salırlar. Qarşıda səngər qazılıb. Aydın oldu, 10 əskəri bir zabiti var. Arxada da qərargah, çadırın içində. Mən Rövşənlə oradan girəcəm, siz də qarşıdakılar həll edirsiniz. Rəhbərlik sənin üzərindədir. Həmişə kimi ürəkli olun. Yəni bir dənə xata istəmirəm orada. Sağ-salamat da oradan çıxasınız. Yaxşı. Gördünüz ki, bura bizə kömək lazımdır. Buradakı məsələni həll eləyəndən sonra gələrsiniz ora. Aydın oldu? Oldu. Onda siz bu tərəfdən istiqamət tutursunuz, biz də bu tərəfdən. Biraz diqqətli olun. Yaxşı. Aydın oldu? Uğur olsun. Ara sarı gelin, ara sarı gelin. İcazalar komandir. Ha, Zabitler gelip postu keçiblər. ara geliblər, get karşılar. Neye kışkırırsan? Yaqavğın David. О, какие люди! Проходите, проходите! Сергей, товарищ майор, друг мой, как ты? Добро пожаловать! Проходите, проходите! Все готово к вашему приезду. Проходите. Дорогие друзья, добро пожаловать! Добро пожаловать! Проходите! Вот, это армянская... Да, конечно, это армянское гостеприимство. Садитесь. Ну, начнем? Начнем. Настоящая армянская водка. Это мой отец сам готовил. Самогон, говорят, самогон. Так, прошу. Прошу. Извините, извините. Прошу. Друг мой! Красавец! Если позволите, первые бокалы поднимем за великий армянский армия. Пока есть такие разведчики, такие командиры, как вы, никто передо мной не станет. Да? Выпьем за великий армянский армия. Ура! Давайте, давайте. Давайте выпьем. На здоровье. Ара, кушай, зачем нюхаешь? Сейчас для вас древний армянский музыка. Ну, Хотите? Сейчас. Подождите.
Потанцуй! Вот так! Вася, ну как тебе? Древняя армянская музыка. Ха! Слушай, это же азербайджанская музыка. Ара, Вася, ты мне друг? Какой азербайджанский музыка? Это же древняя армянская музыка. Хочешь докажу? Хочешь докажу? Сейчас. Позови оттуда Аграсяна. Пусть потанцуют. Они узнают, какая армянская музыка древняя. И танец какой. Сейчас. Аграсян. Ара. Я вам андавертисмен. Чаватана. Вот. Сейчас он потанцует и докажет, что это армянская песня. Ой, Нара. Это точно азербайджанская Вот. музыка. Вот. Ха. 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 Ара. Ха. Вот тебе. Ха. Ха. Видите? Наливайте, друзья. Ха. Танцуй. Наливайте. Товарищ майор. Товарищ майор. Товарищ майор. Ара. Заветане, товарищ майор, можно вас на минуту? Ха! 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 Потанцуем! Ха-ха-ха! Потанцуем! Аграсян, за мной! Аграсян, за мной, говорю! Ха-ха! Товарищ майор, а вот тобой доволен. Последняя операция была во! Брат, слышь, Василий же прав. Это же азербайджанская музыка. Ох, эти армяне, какой они хитрый народ. Они любят всегда присваивать все себе, назвать все своим. Вот смотри, гонит нам. Говорит самогон. Настоящая русская водка. Да ты прав, брат. Это у них в крови. Я не удивлюсь, если что после этой бутылки он начнет назвать Москву армянской землей. Это действительно так. Ох, эти армяне, хитряки. Давайте. И он тебя отблага... Ara yalvarırım öldürme beni abi. Yalvarırım ara adam baş ermesi öldürme beni. Ged Amerikan yana denən ki, İbad mənim qulağımı kəsdi. Sənin də başını kəsəcək. Beni mıkırtışan şerefsiz gönderip yok. Gedir etdi, o mənim dediklərimi çatdır ona. Dur, tərpən tez elə. Tez elə. İt oğlu, it. Командир niye bıraktın? Mənə itin yiyəsi lazımdır, itin özü yox. Şərəfsiz. Ara. Kim idi? Ara, bunlar kim idi? Senin ananı kim idi? İbadın destesi.
bilmədik necə oldu. Birdən-birə bir də gördük ki, qumbaralar göydən başımıza yağır. Ben o kadar zabiti oraya Arap vurmağa göndermiştim yoksa Türk vurmağa. Kalanlar ne oldu? Sergey Mikhailov'u çıxarda bilmişdim. Ağır yaralıydı. Qanaxmasını saxlayabilmədik. Senin askerlerin ara bakırlar. Yatmışlar. Yakınlaşan düşmeni görmürdüler. Mən özüm də postdaydım avo. Birdən-birə peyda oldular. Muğanlıda İbad Hüseynovun xüsusi təyinatlı dəstəsi var. Birdən-birə arxadan peyda oldular. Görə bilmədik. Mən özüm də İbadı gördüm. İbad idi. İbad idi. Necə yəni birdən arxadan yaxınlaşdılar? Sen özün orada neyiniyirdin? Sen de yatmıştın. Nece olur düşman arkadan yakınlaşır sense görmürsen. Hele utanmaz mene değilsen gördüm. Gördün niye vurmadın? Sen nenem niye öldürmedin? Bizdən çox idilər. Bizdən 10 dəfə, yox 20 dəfə çox idilər. Hər tərəfdən üstümüzə töküldülər. Heç də eləyə bilmədim. Hamını öldürdülər. Hamını. Bircə bu Aqrasyan salamat qaldı. Bunu da tutmuşdular. Kulağını kesip bıraktı. Necə qulağını kəsib buraxdı? Səni niyə öldürmədi əskər? Dedi ki... Ne dedi əskər? Dedim, anam Bakı ermənisidir, buraxdı məni. Puh, senin ananı. Bir de buna bir söz de deyip bırakmamıştan qabaq. Ne deyib? Dedi ki, sen kulağını kəsirəm. Onun da başını kəsəcəm. Kimin? Sizin. Sen niye özünü öldürmedin? Cesaretin çatmadı. Mənə belə qorxaq əsgərlər lazım değil. Adı nədir dedi? Adı İbad. Xüsusi təyinatlı dəstənin komandiri. İbad. Mən o İbadı maşına bağlayıb Yerevana qədər sürməsəm, ermənilərin çörəyi mənə haram olsun. Onun əsgərlərinin qulaqlarını onun özünə doğratdıracağım. Komandir. Ay komandir. Aycan, Canım bir bala kardeşim. Deyəsən fikirlisən. demə qardaş. İbad dünənlər axşam 7 silah bir dənə də küçük gətirib. Küçük? Nə küçük? Erməni küçüydən ha. Deyir gətirdiyi Dığan Melkalyan haqqında nəsə bilir. Avo? İbad onu tanıyır. Son vaxtlar erməni rabitəsində onun adını tez-tez eşidirəm.
onunla bağlı bütün məlumatları toplamaq lazımdır. Eşitdiyimə görə ermənilər ondan it kimi qorxur. Vallahi orasını bilmirəm. İbad axır vaxtlar rabitədə bütün gün onun haqqında məlumat toplayır. İcazə olar cənab polkovnik. Buyur. Cənab polkovnik, erməni rabitəsinə qulaq asırdıq. Avon adı çəkildi. Avo deyəsən Kropatkin'dədir. Dəqiq eşitdin? Bəli, cənab polkovnik. Nə qədər vaxt olar? 3 dəqiqə olar cənab mayor. Eyvaz, təcili bada xəbər vermək lazım. Oldu. Kür 14. Kür 14. Bayraq 51'əm. Bayraq 51'əm. Kür 14. Hər şeyə qadir olan Allahım, sən bizə kömək ol. Mənim əskərlərimi bu ağır döyüşdən qoru. Onlardan qabaq mənim canım al. Onların ölümünü mən görməyi nəsib eləmə. Sənin adından çıxarıq döyüşə. Ya Rəbbim. Tapem poşin, avlem tapem poşin, işernerov, yarocan, gılvelem hodoşi. İşernerov, yarocan, gılvelem hodoşi. Arayısıç, vay mastuvat! Hazırları yıkaf! Ver katsık! Şam ortiner! Oradaki! Hazırları! Kartsak gelin! Şu tarih! İlerlevit! Ana sana kurban olun. Gətir o iti bura! Ana ben de Qarabağlıyam. Sana kurban olun, beni vurma ana. Bura gəl it balası, bura gəl. Ana bize muharebe lazım değil. Ana ben de Qarabağlıyam. Sənə müharibə lazım deyil və sənin burada nə işin var lan? İtin küçüğü, cavab ver gəlir! Sənin burada nə işin var? Ana vallahi bizi Avon mecbur eləyib. Donuz oğlu donuz haricdən gəlib bizə ağalıq eləyir ara. Döyüşə getməyəni güllələyir. Hardadır o? Avo itin balası. Hardadır bu? Mən çox şey bilmirəm. Bildiyimə görə Avropadan gəlib. Fransada Türk səfirliyi partladı bara. Bunun işləri ancaq türklərləndir. Türkləri məhv edir ara. Çoxlu Türk qırıb. Terörist itin balası. Teröristi cavab ver! Ha ara, ha teröristdir. O deyir ki Qarabağ alıb xaricdəki erməniləri burada yerləşdirməliyik. Vallahi bizə lazım deyil. Xaricdəki ermənilər bizə bədbəxtlikdən başqa bir şey gətirməyəcək.
Sənə lazım deyil, sənin bəs burada nə işin var? Kim balası it? Mənim əzəmdən oynama! Hardadır bu? Vallahi ara. Onun yeri yurdu yoktu. Bir uazı var. Ondan tez postları yokluyor. Bir şey hoşuna gelmeyende askerlerin gözü qabağında komandiri gülləliyir. Avon adı gələndə hamı qorxur. O ölsə bəlkə müharibə qurtarar. Qardaş, biz de rahat yaşayarıq vallahi. Kəndə əsirlər gətiriblər, han əsirlər? Vallahi mən həmişə postda oluram. Kimin hardan ne kadar əsir gətirdiyindən xəbərim olmur. Əsirlərin yerini de mənə! Cədo! İndiki əsirlər, təzə gələn əsirlər buradakı məntəqədədir. Avonun... Getdiniz! Cəd! Avonun məntəqəsi kəndin başındadır. Orada əsirlərin orqanlarını çıxardıb Avoya verirlər. Vallahi mən başqa şey bilmirəm. Hardadır o itin küçüğü? Yerini de tez elə. Cədo! İstəyirsən, mən özüm səni onun yanına aparım. Vallahi apararam. Özüm səni onun yanına apararam. Çaqqaldan mənə... Vallahi apararam. Bələdçi olar. Çaqqaldan mənə... Şərəfsiz. Gəl görüm. Tez elin, tez gel. Tez ol. Sakrat! Deməli belə, vəziyyət pisləşib. 14 hərbiçimiz həlak olub. Posta girənlər xüsusi təyinatlardır. Komandirlərinin də adı İbaddır. Yadınızda qalsın, İbad Hüseynov. Tez bir zamanda o xüsusi təyinatlı dəstənin məhv edilməsini əmr eləyirəm. Aydın oldu? Bəli komandir! Əskər! Qalx ayağa şərəfsiz qorxaq! Aydın oldu? Bəli komandir! O İbad mollasının da başını kəsib gətirən 5.000 dollar alacaq. Sağ gətirənsə 10.000 dollar məndən mükafat alacaq. Bu əmrin bütün postlara, bütün əskərlərə, hamıya çatdırılsın. Aydın oldu? Bəli komandir! Yaxın gəl. Tez hücum planı hazırla. Kəndlər dayanmadan, aramsız olaraq ateşə tutulsun. Oldu. Qoy sıçan tələyə gəlsin. İbad harda gizlənibsə çıxsın ortaya. Aydın oldu? Gəlin aparın bu üç uşaqlarını. Nə oldu? Ara bura qaçıb gəlməyə məcbur oldum. Niyə? Ara köpək uşağı kəndi bombalayıblar. Kəs səsini. Sakit. Kiçi, apa. Səhərə yaxın 5-6 nəfər hücum elədi kəndə. Dedilər İbad Karapetyanı tutub, postu alıb, mən də malları götürüb qaçdım. Necə oldu 5-6 nəfər o boyda kəndi aldı? Bəs uşaqlar harada ölmüşdü? Onları ora niyə göndəriblər? Ara nə uşaqlar? Uşaqlar dünəndən kənddən Onların gediblər. anasını. Kənd boş qalmışdı. İbad postu dağıdıb, adamları öldürüb girib kəndə. İbad. Mən o İbadın da, onun dəstəsini də analarını ağlatmasam. Soyun bu uşaqlarının dərsini. Soyun bunların dərsini. Onları qanına qəltan eləyin. Hardadır o? Mıkıtıçan. Ver komandir. Sivəzlə əlaqə saxla. Hamıya bildir ki, əsirlər buradadır. Hamısı da qadındır, qızdır, uşaqdır. Qoy murdar burada tələyə düşsün. Ohanyan, sən malları vaxtında hazır elə, yaxşı? O qulağı kəsilmiş əskər necə oldu? Hazırladıq, qoyduq tabuta. Mən də valideynlərinə əlaqə saxladım. Dedim əskərin meytini
Şəxsən Melkolyan özü gətirəcək. Belə. Elə eləyin İbad bura gəlsin. Ştaba girsin. Amma onu öldürməyin. Saxlayın o it uşağını. Dərisini özüm öz əllərimlə soyacağım. Aydındır? Oldu komandir. Avo İbadın meydini gətirənə 5.000, dirisini gətirənə 10.000 söz verib. Arı o İbadı yaxşı tanımır. Onu bura bıraxmaq olmaz. Qulaq as. Biz bura 2 dəfə artıq əskər yığarıq. Avo düz deyir. O uşaqlara görə bura gələcək. Mən də onu tutacağım. Pah! Ara, sənin deyəsən başını Avonun pulu xarab eləyib. Söhbət İbaddan gedir. Ara, mən heç bilmirəm o harda məkan tutub. Bəlkə də bizi güdür. Birdən hücum eləyəcək. Səni bilmirəm. Mənim burada gəbərmək fikrim yoxdur. Bir dəfə onun əlindən canımı qurtarmışam, bir də şansım olmayacaq. Amma tuta bilsəydik, yaxşı pul var da. Ara. Saşa. Biz Saşanı çağırarıq. Ruslar belə işlərdə bizdən yaxşıdır. Plan da baş tutmasa, deyərik Saşanın planı. Ağıllı fikirdir. Onda sən ged Avonun dediklərini elə. Sivəzə de, hamıya xəbər yaysınlar ki, uşaqlar buradadır. Saşa ilə mən özüm danışaram. Get. Baba!
Belə niyə eləyirsən? Kişi, senin kıdını, her şeye burnunu sokma. Özüm bilərəm neyniyirəm. Mənə belə lazımdır. Yenə deyirəm, iynə vurardı. Kori! Bilirəm oğul itkisi ağırdır. Amma oğlunuz Böyük Ermənistanın uğrunda vuruşub ölüb. Bize Böyük Ermənistan lazım değil. Balaca Ermənistan'da yaşaya bilmirik. Böyüyü neyinirik? Sənin dərdini başa düşürəm, qadın. Yaran təzədir. Nə dediyini heç özün də anlamırsan. Amma oğlunuzla fəxr eləyə bilərsiniz. Mən belə hər ölən əskərin tabutunun yanına düşüb evinə qədər getmirəm. Buna mənim nə həvəsim var, nə də vaxtım var. Amma sizin oğlunuz məndən bir səngərdə döyüşüb. Qəhrəmancasına ölüb. Çox sağ ol Avacan. Sən bu millətin qəhrəmanısın. Səsini soraqı çox eşitmişik. Bilirik ki, hər zaman əskərlərin yanında olursa. Yaxşı ki oğlumun mezarı olacak. Babamı öldüren Allah babasını öldürsün. Kurtarın bu muharebeni. Bəsdi cemaate zulüm verdiniz, kurtarın. Mən getməliyəm. Geri qayıtmalıyam. Əskərlər oğlunuzu necə lazımdırsa dəfn eləyəcəklər. Sən bizim fəxrimizsən. Bütün Ermənistan səndən fəxr eləyir. Sən bizim qisasımızı alacaqsan. Allah hiçbir anıya göstermesin. Hiçbir anıya göstermesin. Mən Böyük Ermənistan xəyallarını gerçəkləşdirəcəm. Böyük Ermənistan xəyalları lazım değil bize. Uşaqlarımızı qaytarın. Qaytarın ben Sən siyasətə qarışma qadın. Sən get fəxirlə ki, oğlum mənlə Monte Melkonyanla bir səngərdə vuruşub ölüb. Çox sağ ol. Çox sağ ol Avacan. Fəxr edirik. Sən erməni xalqının qururusan. Çox sağ ol. Allah senin belanı versin. Evin yıkılsın senin evin. Yaran elə də dərin deyil. Şükür Allaha, yaxşı qurtarmısan. Allah saxlayıb. O boyda kəndi alıb sağ qayıtmaq hər kişinin işi deyil. Uşaqlar da sağ salamat. Köməklər olmasaydı bütün kəndlər alardıq. Onları qırmaq bir şey deyil. Aramızda olan o alçaqlar olmasa.
Siz məni naxaq geri çağırdınız. Mən gələk qalıb orada döyüşərdim. İbad, öndə getməyi sevirsən. Amma bir şeyi bil ki, sən bizə lazımsan. Öndə kim getməlidir bəs? Mən gedib koordinatları öyrənməliyəm ki, siz də qeyb oranı bombalayasınız. Mən o Melkonyan alçağı tapmasam, mənə rahat yuxu yoxdur, başa düşürsən? O erməni zabiti Avo ilə bağlı nə deyib sənə? Heç nə deyir, xaricdə təlim keçmiş deyir, erməni terroristidir. Bütün əsirlərimiz onun əlindədir. Uşaqların, gəlinlərin, hamısının orqanlarını çıxardır, satır şərəfsiz. Yəqin o alçaq həmən pullarla silah-sursat alır. Ona görə də bu gecə qeyb onu tapmalıyam, mütləq. Qardaş gözün aydın. İcazə olar komandir. Buyur. Bildin də qardaş. Ermənilər sənə görə pul qazanacaq. Başa düşmədim, o niyə? Ona görə ki, Melkonyan başına pul qoyub. Bunu hardan bilirsən? Komandir, erməni siviyasından eşitdik. Əsrə tərcümə elətdirdik. Dedi ki, Melkonyan qaqamın başına 5.000, diri aparana da 10.000 dollar pul verəcək. Hə, qardaş, bax deyirəm ha, erməni dıqaları səni axtaracaq. Sizə bu zarafat gəlir, amma bu zarafat deyil. Qardaş, o Melkonyan paxıl olduğu qədər də qorxaqdır. Mən ona sübut eləyəcəm ki, mənim başım 5-10 minlik baş deyil. Sən get uşaqlığa yığ məşqə, mən gəlirəm. Oldu. İbad, mənim gözüm görə səni əjdahanın ağzına ata bilmərəm. Qardaş, mənə heç olan şey deyil, narahat olma. Mənim uşaqlarım hamısı mənim barədə gözləyir. Mənim uşaqlarımın məşq olmasa, biz erməniyə çoxdan yemək olarıq. Gedə elə sən də şahid olasan. İcazə olar komandir. Buyur. Komandir, dayı sizi görmək istəyir. Deyir Hüseynova sözüm var. Salam əleykum. Əleykum salam. Komandir, sizin xüsusi təyinatlı dəstəniz bizi əsirlikdən, o dığaların əlindən qurtardılar. Dedilər, İbadın dəstəsidir. Onu belə canım qurban. Qız gəlinlərin namusunu qurtardı. Dayı, elə Dayı, İbad 3-4 günə gələcək, narahat olmayın. Əməliyyatdadır. Gələndə sizin salamınızı çatdırarıq. Ağsaqqal adamsız, naxı əziyyət çəkib bura gəlmişsiniz. Allah ona kömək olsun, bala. Allah sizi də qorusun. Əhd eləmişəm. Onu görən kimi bağrıma basıb əllərindən öpəcəyəm. Dayı, naxaq elə əhd eləmişsən. İbadı niyə belə böldürsünüz ki gözünüzdə? O da Azərbaycan oğludur da. Öz torpağı uğrunda vuruşub. Yox, ay oğlum, yox, elə demə. İbad hər oğlun tayı deyil, bala. Eşitmişəm, Karapetyanı da güllədi. Ah, onun güllə atan barmaqlarına qurban ol. Dayı, sən ged ailənin təhlükəsiz yerə apar. Qoy problemlər olmasın. Mən inşallah sizə xəbər eləyərəm, gələndə gəlib görərsiniz. Sağ ol, salamat qalar bala. Yaxşı yol. Dualarımız sizlə. Sağ salamat. Gedək Ağsaqqal. Gedək orada gördüklərini mənə danış. Niyə qoymadın deyim? Ağsaqqal adamdır, biz onun sağlığına görə döyüşmürük ha. Sən get barədə uşaqların yanında məşq elə, mən də gəlirəm. Yaxşı, gəl.
əsirlikdədir. Ağsaqqallı ağbilçənlərin başına minlə oynatsınlar. Əziyyət verirlər. Onları fikirləşməlisiniz. Bu gün əsirlərin hamısı azad olmalıdır. Eşitirsiniz məni? Aydın oldu? Ara mənim gözümə bax, ara. Ara, azadlığın bircə kəlmə sözdən asılıdır. Bircə kəlmə de ki, Qarabağ ermənilərin qədim torpağıdır. Mən də səni buraxım çünki. Ha, de görüm. Ha. Torpağımı satmıram. Sənə kim deyir ki torpağını sat? Sən mənim torpağımı mənə necə sata bilərsən? Ha? Bircə kəlmə denən. Qarabağ ermənilərin qədim torpağıdır. Mən də səni buraxım çıx get. Özünə yazığın gəlsin kişi. Türk torpağıyla, bayrağıyla, anasıyla al verələmir. Puh! Ala! Səni yandıraram, ağlın başına gələr. Kişi, özünə də, qızına da yazığın gəlsin. Bircə kəlmə de. De ki, Qarabağ bizimdir. Ha, de! Qarabağ bizimdir. Ələ salmısan məni? Ha? Çök! Ələ salmısan məni? Bu saat mən sənə göstərərəm. Bilirsən ki, mən səni yandırandan sonra sənin qızının başına nə oynatacağım? Əlini çək Əclaf! Sən mənim də qızımın da canını ala bilərsən. Amma Qarabağ heç vaxtsın olmayacaq. Bilirsən, heç vaxtsın olmayacaq. Tfu! Tfu! Əclaf! Tağla! Bir de seni yandırarım. Ağlın başına gələr. Alo. Mənə diqqətlə qulaq asın. 1 saat ərzində hücuma başlayırıq. 1 saat ərzində. Bütün dəstəni hazır eləyin, heç bir çatışmamazlığa yol verilməsin. Dəstəyə özüm rəhbərlik eləyəcəm. Bu türk it uşağını bugün hamısını bircə qırmalıyıq. Hamınız hazır olun. Gel. Сволочь! Что ты наделал? Твою мать! Отставить! Eli, mən neynədim axı? Sana demedim onu bırak! Gidip İbat'a haber versin! Sana İbat lazım değildi. Avo sana bak koymuyor! Сволочь! Arayıb İbat mənə lazımdır. Avo bilsə məni. Amma mən neyniyim, ha? Neyniyim, Eli? Mən ona bircə kəlmə söz dedim. Kes! Dedim ki, denən Qarabağ ermənilərin qədim torpağıdır. Demədi. Suka! Sen söz tapmadın demeye, ha? Hiç olmasa indi ona şərait yarat. Kıza şərait yarat katsın. Necə eləyim, Eli? Ha? Mən bunu necə eləyim, ha? Bir əskər örgət. Ona köməkləsin. Güya satılıb. Eşittin? Arası Aşacan, siz olmasaz biz neyniyərik, ha? Biz Ruslar olmasaq, siz niye yerdiniz? Suka. Aparın kızı. Aparın kızı.
Kür 14 bayraq 51'ə. Bir qız əsirlikdən qaçır. Heç inanmıram ki, bir qız uşağının sözü ilə İbad bura gələ. Əgər o əsil hərbiçidirsə, nə özünü, nə də əskərlərini oda atmaz. Müharibənin öz qanunları var. Sən dedin ki, elə ki o bura gəlsin. Mən də təşkil elədim. Dayı gələr, gəlməz bilmirəm. Gəlməz, mən bilirəm. Sən elə bilirsən, hər adam mənlə üz-üzə gəlmək istəyər? Mən onun kimi 100 el əskəri bir gecəyə məhv eləyərəm. Olar. Gəl. Otur. Nə olub? Mıkırtıçyan xəbər göndərib. Deyir İbadı tapıblar. Harda? Həmralıda. Bugün döyüş olub, posta hücum ediblər. Türklər itki verib. Amma bizimkilər postdan çıxmağa məcbur olublar. Lənət şeytana. Şərəfsizlər. Eybi yoxdur. Postu veriblər, yenidən alarıq. Əsas odur, İbad əlimizdədir. Onun üzünü görmək istəyirəm. Mıkırtıçyan İbadın başına qoyduğun pulu qazandı. Mıkırtıçyan öz həyatını qazandı. Ona tapşırmışdım ki, 2 gün İbadı tapmasa onu məhv eləyərəm. Amma zaramızdır, səndən qorxandan sonra yaman vuruşur ha. Hələ qoy onlarla üz-üzə gəlim. Məndən kəllə-kəlləyə gəlmək istəyəni tanıyım. Cəld ged maşını hazırlatdır, gedirəm. Oldu. Bəs burada heç kəs qalmayacaq. Bütün əskərlər gedib. Bəs sən nəsən, Saşa? Hə? Yaxşı, qorxma. İbad bura gəlməyəcək. Biz özümüz ora gedəcəyik. Silahlar yoxlamısınız hamınız? Bəli! Ağır əməliyyat olacaq. Hamının fikri özündə olsun. Eşitdiniz məni? Baba! Fərəqət! Azad! Azad! İbad, bilirəm, ağır əməliyyatdır. Bu gecə əmralları ala bilsək, postu yuxarıda qura bilərik. Deməli, İbad, postun arxasına keçən kimi bizə xəbər eləyirsən. Oldu.
Mən də komandirlə aşağıdan çay tərəfdən qalxaram. Sizdən fəxr eləyirəm. Sağ ol! Özünüzü qoruyun. Sağ ol! Doğrudan anamgil görmədin? Gördüm. Biraz səndən nigarandılar. İnşallah gedim gəlim, gəlib mütləq deyərim. İnşallah qadan alım. Özünü qoru. Yaxşı mı qardaşım? Uşaqlardan da müğayət ol. Baş üstə. Siz bizə lazımsınız. Zül! Sola dön! Adımla marş! İbaddır bu? Hə, Avocan, İbadın özüdür. Deməli bu ibaddır, hə? Hə, İbadın özüdür. İndi mən hardan bilim ki bu onun meydidir. Onu mən öz gözlərimlə görmüşəm. Yaxşı tanıyıram. Grigor'un qulağını kəsəndə üstündə bir-iki kağız da vardı. Xəritədir nədir? Verdim ştaba. Bəs niyə onu diri tutmadın? Aha. Niyə onu diri tutmadın? Avo posta hücum eləmişdi. Güclə müdafiə olunurduq. Neyniyək? Yaxşı. Sivəzi dinləmək lazımdır. Qoy İbadın ölüm xəbərini eşitsinlər. Xəbərlərə də diqqətlə qulaq asın. Dəqiqləşdirmək üçün. Hə. Sən həyatını da qazandın, pulunu da, hə? Ha. Avo bunu qeyd eləmək lazımdır. Uşaqlara demişəm, qəşəng bir süfrə açıblar. Qəşəng donuz kebabı, tut arağı. Ha? Vurmaq istəyirsən? Ha! Yenə araq vurmaq istəyirsən, hə? Vurmaq. Gəlib buranı da partlatsınlar. Ara kim cəsarət eləyəcək? İbad odur, ha? Ayağımızın altında. Heç kəsin cəsarəti çatmaz. Avocan. Где заложники? А? Где заложники, говорю? Где турки?
Внизу они. Где проклятие Агу? Он ушел. Куда он ушел? Не знаю. Gelin bırak sizler buradan. Gel köməkli burana. Çək. Ama yaxşısan? Ne olur? Saşa haber gönderim. Türkler ştabı dağıldım. Ne? Türkler ştabı dağıdıb? Mən bilirdim ki o ibadım meydi değil. Şerefsiz Mıkırtıçyan. Hardadır Mıkırtıçyan? Pulları götürüp kaçıp. Pulları götürüp kaçıp? Şerefsiz alçak. Gel dalımca.
Ne oldu Saşa? Nece oldu? Eşi bilmem nece oldu. Bir de gördük. Keşiyatçılar hamısı girdi içeri. Ulağa sen ne danışırsan? Nece yani bilmirəm nece oldu? Nece bilmirəm? Ben o kadar asker koymuştum. Onların hamısını nece kırdılar? Bilmirəm. Yarısı kaçtı, yarısı kırıldı. O haniyem girişe hamısı kaçtı. Kaldık biz kimiz? Ben o İbadı özüm tapacağım. Onun dersini özüm soyacağım. Başa düştünüz? Bəs deyirdin düşmez zayıftı. Beni zayıf olur. O gün onların bazasını vurmuşuq və bütün əsirlərimizi əsirlikdən xilas edilmişik. O bizim əsirlərin başını açdığı oyunu onun başına asmalıyıq və biz onu tapmalıyıq. Məqsədimiz də budur. Biz onu diri tutmalıyıq. Diri tutub ona sübut eləməliyik ki, türk əskəri nəyə qadirdir. Mən Avo haqqında çox eşitmişəm. Bilirəm ki, bu dəqiqə dəliyə dönüb. Özdə buraların hər yerini əlini çəkimi tanıyır. O şərəfsiz xaricdə yüksək səviyyədə təlim keçmiş adamdır. Aydın oldu? Göz açıq olun. Ya ölürük, hamımız ölməliyik, ya qalırıqsa hamımız qalmalıyıq. Biz bura nə qədər tanıyırıqsa, o bizdən də yaxşı tanıyır. Hazırlıqlı gəlib. Diqqətli olursunuz. Səhlənkarlıq eləmirsiniz, səhlənkarlıq da istəmirəm. Eşitdiniz? Aydın oldanmı ya? Diqqətli olun. Oldu komandır. Gözünüz bir-birinizin üzərində olsun. Qalxın onda bu istiqamətlə yavaş-yavaş gedək. Hamı biraz sakit. Virüs geldi. Deyəsən o şərəfsiz özüdür. Yaxşı? Oldu. Alo. Alo. Alo Sokol. Sokol, mənə eşidirsiniz? Mən, Avo. O suka mıkırtıçıyanı tapabildiniz? Ayyanın anasını. O çok uzağa kaça bilmeyecek. Kulak asın, beni dikkatle dinleyin. Akşama hücum emri. Eşidirsiniz? Akşama hücum emri. Bütün güvveni toplayın ora. Onları bu gece darmadağın eləməliyik. Ha? Sen bana dikkatli kulak as. Gedirsən axırıncı posta. Dikkatli ol. Oranı yoxlayırsan, qayıdırsan bura. Mən səni qaydanda götürəcəm. Yaxşı? Mən kəndə gedirəm. Get.
Siz burada mövqeləri bərkidin. Mən özüm gedirəm o şərəfsizin dalıyca. Bəs o hanı? Ha bu kəndə tərəf getdi. Siz posta möhkəm olun, yaxşı? Oldu. At silahı aşağı it basit. At silahı aşağı. Yaxşı. Silahım aşağıdadır, sakit ol, ondan ehtiyatlı ol, oyuncaq deyil ha, ey. At silahı deyirəm sənə. Silahım aşağıdadır. Əskər, mənə qulaq as. Mən özüm də əskərəm. Sakitləş. Sən ibadsan, ha? Sən hardan bilsən, mənim ibad olmamı küçük? Mənim yerimi səndən başqa heç kim bilə bilməzdi, ibad. Qulaq as. Deməli, sən Türk dünyasının düşməni Melkonyansan, hə? Mənim çoxlu pulum var. İkimizə də yetərincə bəs eləyər. Səni ömrünün axırına kimi bəs eləyər, ibad. Deyirsən, mən də sənə kim pula satılım? Hə, şərəfsiz oğraş. Uşaqların gəlinlərin orqanlarını çıxardım, satım? Yox. Sənə səhv məlumat veriblər. Nə orqan satmaq? Nə gəlin, nə uşaq? Bəs Xocalıda tökülən qan itin balası idi. Yox, dur. Nə Xocalı? Bəs Xocalıda tökülən qan? Mən Xocalıda olmamışam, ibad. Cavab ver görüm. Yaxşı, əlindəkindən ehtiyatlı ol, ha. Qulaq as, ibad. Qulaq as mənə.